Ben tədbirimizi açıq elan etməmişdən öncə sizdən rica edirəm ki, Kəlbəcərimizin və Qarabağımızın işğaldan azad olunması uğrunda şəhid olan əskər və zabitlərimizin, qəhrəman oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad edin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ruhları şad olsun. Himnimizi zəhmət olmasın. Himnimizi qoyun. Daha bayramınız mübarək olsun. Değerli dostlar, əziz Kəlbəcərə Qayıdış İctimai Birliyinin üzvləri, çox hörmətli qonaqlar, hoş gəlmişsiniz. Bugün bizim toplantımızdır. Toplantının əsas qayəsi, məqsədi Kəlbəcərə Qayıdış İctimai Birliyinin 6-cı ildem münasibətidir. Kəlbəcərə Qayıdış İctimai Birliyi 2018-ci il sentyabr ayının 24-də bir deməli Spartakçılar deyək, müharibə, keçmiş müharibə iştirakçıları tərəfindən müzakirə olunub, ideya yaranıb və Spartakçılar deyilən bizim Kəlbəcər batalyonunun keçmiş qəhrəman döyüşçülər tərəfindən təsis edilir. Sentyabrın 25-də. Yarandığı gündən Kəlbəcərə Qayıdış İctimai Birliyi çox aktiv ictimai fəaliyyətə başlayıb. Azərbaycanın ictimai siyasi həyatında çox mühüm funksiyaları yerinə yetirib və ən ümdəsi ondan ibarət Kəlbəcərə Qayıdış İctimai Birliyinin yaranmaz zərurəti Qarabağımızın və Kəlbəcərimizin müharibə yolu ilə işğaldan azad olması məqsədi ilə yaradılır. Və bu təşkilat yarandığı gündən öz missiyasını həyata keçirərək ölkə rəhbəri ilə, beynəlxalq təşkilatlardan, aidiyyatı qurumlardan
piketlər vasitəsilə, tələblər vasitəsilə, bəyanatlar vasitəsilə daim Qarabağımızın müharibə yolu ilə işğaldan azad olunacağını və edilməsini tələb edir. Nəhayət 2 ildən sonra, mübarizə 2 il davam etdikdən sonra 2020-ci il sentyabrın 27-sində ölkə rəhbərliyi və bizim ordumuz Qarabağın doğrudan da Azərbaycanın ərazi bütövlüyünün bərpa olması, Qarabağın işğaldan azad edilməsini müharibə yolu ilə deməli olacağını bir daha tərcih edib və müharibəyə başlayıb. Müharibə dövründə də Kəlbəcərə Qayıdış İctimai Birliyi öz fəaliyyətini davam etdirib, daim cəbhə bölgələrində olub bizim ordumuza, hərbiçilərimizə öz yardımını, öz köməyini göstərib. Eyni zamanda müharibədən sonra Kəlbəcər şəhidləri və Azərbaycanın digər rayonlarında, Lerik rayonunda xüsusən 34 şəhid ailəsini mənim iştirakımla Kəlbəcərə Qayıdış İctimai Birliyinin Ali Məclisinin sədri Elşən bəy Nağıyev, Ramiz bəy Abuşov birgə 34 ailəni biz ziyarət etmişik. Həmin ailələrə maddi, mənəvi yardım göstərmişik. Eyni zamanda da biz Qarabağ bölgəsinə səfərlər etmişik dəfələrlə və ordumuza imkanımız dairəsində yardımlar göstərmişik. Bugün biz bu tarixi hadisənin demək olar ki, şirin nəticələrini gördük və yaşadıq. Azərbaycanın yenilməz ordusu, Azərbaycanın qəhrəman oğulları 44 gün ərzində yağı düşməndən Qarabağımızı azad etdi. Eyni zamanda düşmənin qələbəmiz tam hələ başa çatmamışdı. 2022-ci ildə, üzr istəyirəm, 23-cü ildə 24 saat 44 dəqiqəlik əməliyyat nəticəsində ermənilərin Azərbaycanın ərazisində qeyri-qanuni silahlı qüvvələrini tamamilə Azərbaycan ordusu bir sutka ərzində demək olar ki, zərərsizləşdirdi və onlar kapitulyasiya imza atdılar. 15.000 erməni yaraqlısı Azərbaycan Respublikasını tərk etmək məcburiyyəti. Və bundan sonra da ermənilər Azərbaycan ordusunun, Azərbaycan xalqının əzmini, iradəsini, o qüdrətini görərək bir dəfəlik bizim Respublikamızı, Azərbaycan torpağını tərk etdilər. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Mən çox qürur hissi ilə bugün sizinlə birgə onu demək istəyirəm ki, bax bu qələbədə, bu zəfərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasında Kəlbəcərə Qayıdış İctimai Birliyinin də iştirakı və zəhməti var. Mən Kəlbəcərə Qayıdış İctimai Birliyi adından və şəxsən öz adından sizin hər birinizi və bütün Kəlbəcərlərimizi, Azərbaycan xalqını təbrik edirəm və arzu edirəm ki, Kəlbəcərə Qayıdış İctimai Birliyi bundan sonra da bizim Kəlbəcərlərin, bizim Qarabağa dönən keçmiş məcburi köçkünlərin rəvan dönüşündə, gedib məskunlaşmasında, rayonlarımızın bərpa olunmasında öz mübarizəsini, öz necə derlər, haqq ədalət uğrunda olan planını həyata keçirsin və Kəlbəcərlərimiz Qarabağdan olan, bütün rayonlardan olan qaçqınlarımız rahat rəvan öz doğma torpaqlarına dönə bilsinlər. Var olun, mən bir daha sizin hər birinizi təbrik edirəm, hər birinizə uzun ömür, can sağlığı arz edirəm və arz edirəm ki, Kəlbəcərə Qayıdış İctimai Birliyi
bütün Kəlbəcərlərin iştirakı ilə növbəti toplantılarının birini Kəlbəcər rayonunda daimi bir sakin kimi, Kəlbəcərin daimi bir üzvü kimi qeyd etsin. İnşallah. Sağ olun, var olun. Bir daha sizləri təbrik edirəm. Sağ olun. Söz Famil bəy. Deməli, sözü mən Ramiz bəy hələ ki vaxtı yoxdur. Söz verirəm Kəlbəcərə Qayıdış İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri, çox hörmətli Famil bəy. Teşekkür ederim. Kəlbəcər Qayıdış İctimai Birliyinin bir üzvü olaraq Kəlbəcər Qayıdış İctimai Birliyinin yaranmasında iştirak olan, fəaliyyət olan hər bir dostumuza, qardaşımıza mən təşəkkür edirəm. Kəlbəcər Qayıdış İctimai Birliyinin genişlənməsində, bu günə qədər yaşamasında Kəlbəcər ictimaiyyətin, Azərbaycan ictimaiyyətinin arasında tanınmasında fəaliyyət olan hər bir dostumuza təşəkkür edirəm. Kəlbəcər Qayıdış İctimai Birliyində zəhməti olan hər bir kəsə təşəkkür edirəm. Düzgün çoxlu dostlarımız olub Kəlbəcər Qayıdış İctimai Birliyinin mən deyərdim ki, 1000-dən çox üzvü olubdur. Onlar bu günləri bizimlə hansısa səbəblərdən bir arada ola bilmirlər. O dostlarımızın hər birini salamlayıram burada və Kəlbəcər Qayıdış İctimai Birliyinə bütövlükdə Kəlbəcərlilərin təşkilata qoşulmasını həm də xahiş edirəm. Hər bir Kəlbəcərlimizdən. Sağ olun. Sağ olun. Var olun. Sağ olun, teşekkür ederim. Sözü verək Ali Məclisimiz, biz çox hörmətli ziyalımız, jurnalistimiz Ərinlə. Teşekkür ederim hörmətli sədrimiz. Yəni, bu günləri Kəlbəcərə Qayıdış İctimai Birliyinin yaradılma təsis edilməsinin 6-cı ilidir. Bugün münasibətilə bütün Kəlbəcərə Qayıdış İctimai Birliyinin üzvlərinin hər birini təbrik edirəm, hörmətli sədr başda olmaqla. Sağ olun. Bəli, bayaq siz dediyiniz kimi şükürlər olsun ki, zəhmətimiz öz bəhrəsini verdi. Kəlbəcərə Qayıdış İctimai Birliyinin mübarizəsi və Azərbaycan ordusunun Ali Baş Komandanın xüsusiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Ümumiyyətlə, ermənisiz Azərbaycan bərqərar oldu. Mən həmişə demişəm, inşallah vaxt olacaq, o vaxt gələcək, elə bir zaman gələcək ki, ermənisiz Qafqaz bərqərar olacaq. Qafqazda bir dənə erməni qalmayacaq. Onlar haradan gəliblərsə, orada qayıtmalıdırlar, getməlidirlər. Bir daha, yəni mən belə deyərdim, bayramlar bayramlara qarışıb, həm ermənisiz Azərbaycan və Azərbaycan ordusunun möhtəşəm qələbəsi nəticəsində istər 44 gün, istər 20 sentyabr terror hadisələrində qəhrəmanlıq göstərən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Allah Azərbaycan ordusunu qorusun, Ali Baş Komandanı qorusun və Kəlbəcərdə daim yaşamaq. Ümumiyyətlə, hər bir köçkünə, məcburi köçkünə öz dədə-baba yurdunda daim yaşamağa arzu buyuram. Bir daha bugün münasibətilə bütün Kəlbəcərə Qayıdış İctimai Birliyinin bütün əməkdaşı, bütün üzvlərini təbrik edirəm. Çox sağ olun, teşekkür ederim. Değerli dostlar, bugün Kəlbəcərə Qayıdış İctimai Birliyinin il dönümü münasibətilə bizim keçmiş üzvlərimiz də iştirak edirlər qonaq qismində. Kəlbəcər rayonundan olan çox vətənpərvər, Kəlbəcərə Qayıdış İctimai Birliyinin fəaliyyətində, inkişafında xüsusi xidmətləri olmuş bizim dostumuz Zöhrab Həkim burada iştirak edir. Zöhrab Həkimə söz veririk. Bir daha hamınızı salamlayıram. Demək, bir elə sentyabrın bu günləri idi, mənə Abuşov zəng elədi, mən işdəydim ki, biz belə bir təşkilat yaradırıq. Ona kimi hamımızın, bütün Kəlbəcərlilərin ürəyindən keçirdi da o dərd. Yəni, ona tək deməyək ki, biz yaşayırdıq, kimsə yaşamırdı. Amma dərdi yaşamaq başqa şeydir, onu dilə gətirmək, onu tələb eləmək də biraz da başqa bir keyfiyyət tələb edir da. İstər-istəməz elə bir ki, hamımız, bütün Kəlbəcərlər o 60-70 ildə o vaxtı. O, mən həmişə belə təsəvvür edirdim ki, elə bir ki, ayrı-ayrı bir kösöv kimi
Kəlbəcərin odundan biz orada tüstülənirdik hərəmiz bir tərəfdən. Amma o kösövləri yığanda bir yerə, orada müəyyən bir, heç olmasa bir tonqal yaranır, bir ocaq yaranır. İlk, bax, Kəlbəcəri tələb edən, Kəlbəcərə sahib çıxmaq istəyən mənəm, bu qardaşlarımız oldu. Bunların qiyası mənim çox xoşuma gəldi açıq. Çox xoşuma gəldi. Həmən də dedim ki, qardaş, Kəlbəcər adı varsa, orada nə lazımdırsa biz də iştirak edək. Canla başında iştirak elədim. İl yarımda keçdi. Zarafat elədim ki, bəzən bir çətinliklər də olurdu aramızda. Gördüm ki, hərənin bir əqidəsi. O da təbiidir. O da təbiidir. Fikir müxtəlifliyi olmalıdır. Dedim ki, qardaş, bu hərbi əskərlik nə qədərdir? Dedilər ki, il yarım. Dedim ki, mən bir əskərlik keçdim sizin aranızda. Məni bağışlayın, biraz çətin olurdu şeylərdə, belə psixoloji vəziyyətlər yaranırdı. Amma həmişə bu yoldaşlar mənim nəzərimdə, mən o tərifləmək olmasın. Onlar elə ki, Kəlbəcərin ən ləyaqətli övladlarıdır. Ən fəal övladlarıdır ki, ürəyi o hadisələrlə döyülürdü. Siz indi təsəvvür edin. Biz orada bütün mitinqlərdə, bütün hara gəldik, gedirdik. Əsas Kəlbəcər Laçından ümumiyyətlə söhbət getmirdi. Bizlər oraya gedəndə deyirdik, o birinci Kəlbəcər Qaraquş bizim başımızın üstü. Qaraquş iki rayonun başında fırlanırdı. Heç deyən yox idi. Yəni, orada da baxırlar, amma Allah üçünə bizimlə çoxu teşvaq tərəfdarla deyirlər. Yox. Gəlirdilər, bizə deyirdilər ki, qardaş, bilirik, başa düşürük. Yəni, dövlət bu işlə maraqlıdır. Biz də deyirik, yəni, nətər maraqlıdır, neçə ildir, qardaş, bir addım alıb atmamışıq falan. Həqiqi ümidsizlik. Amma biz bilmirik, dövlətin işindən bizim xəbərimiz yoxdur. Biz adi vətəndaşıq, amma nigarançılığımızı eləyirdik. Və çox güman ki, mən demirəm, bunlar bizim də çox rolumuz oldu. Bir orman yanılmış, bir sərçə gedib dimdiyində bir suyu gətirib o yanan ormana tökürmüş. Orada əsas insanın əməlidir, insanın əqidəsidir ki, biz qəlbən o ağrını yaşayırdıq və aktiv şəkildə də onu dilə gətirirdik. Hətta sonra təsadüfi deyil, bayaq toplantıdan qabaq göz aramızda söhbət eləmişik. Prezidentimiz bir dəfə qaçqınlarla görüş keçirəndə, hətta kövrələn kimi oldu. Dedi ki, mən illərlə bu qaçqınlarla görüşürdüm, evlər təklif edirdik, müəyyən tərtiflər olurdu, şəhid şeyləri. Deyir, bunlar həmişə fikirləri o idi ki, öz torpaqlarının, bunlar deyir, davasından dönmədilər. Yəni, əsas odur ki, içində dönməyəsən, bir şeydən əl çəkməyəsən, mənən əl çəkməyəsən. Yəqin ki, bunun da həm dövlətə bir mesajı oldu, həm Allaha qurban olma, Allah talanın Quranda yazılır ki, yerdə bir yarpağın tərpənməyindən də xəbəri var. Yəni, onun xəbəri olmayan bir yarpaq belə tərpənə bilməz, bir ot belə tərpənə. Bu qədər minə yaxın Kəlbəcərli yığışıb torpağı tələb edir, burada ürəyin yanılsın qoyursa, onu Allah da gördü. Yəni ki, hər halda bu müəyyən qədər döyüşməsək də birbaşa, Allaha qurban olum. Yəqin ki, Kəlbəcərin azad olunmağında bu Kəlbəcərə Qayıdış İctimai Birliyinin çox mənəvi haqqı var. Bu tarixi bir hadisə olubdur. Bu qardaşları da mən hamısını tarixi şəxsiyyət kimi qəbul edirəm. Lap belə rəsmən qeydiyyatdan keçdik, keçmədi filan. Əsas odur ki, biz bir neçə kişi yığışmışıq, bizdən də qabaq belə bir təşkilatı təsis ediblər. Özü də bizi qonaq zad deməyin, qardaş. Bu elə bir təşkilatdır ki, bu yaranıbdırsa, biz onun üzvü olmuşuqsa, biz elə onun üzvüyük. Yox, bu evin adamlarıdır. Biz onun fəxri üzvüyük, yəni bu gün biz burada gəlib rəsmi olmasa, biz onun üzvü olmuşuq və fəxr də edirəm ki, onun biz üzvü olmuşuq. Orada da daha da şeylərimiz olubdur. Təkcə o məsələlər yox, eyni zamanda Kəlbəcərin böyük bir, yəni o gənclərinin, bu vətənpərvər insanlarının bir-birindən tanışlığı, dostluğu, qardaşlığı, möhkəmliyi də yaranıbdır. Bunun bu kimi də əhəmiyyəti olubdur. Ona görə mən hamımızı da təbrik edirəm, bu günümüzə də şükürlər olsun. Və bir də, bayaq zarafatça demişəm, onda daha fəal ediniz. İndi elə ki, Kəlbəcər alınından sonra hamı rahatlaşıbdır. Rahatlaşıb, amma Kəlbəcərə hələ bundan sonra qaydanda da çox işlərimiz var. Çox işlərimiz var, açıq demək lazımdır. Yəni, hər şey həll olunmuyor, qardaş. Yenə də, mən demirəm ki, biz dövlətə elə təsir edə bilərik, nəsə bir güclə yox. Təkliflər paketi ilə. Bir güc kimi, bir vətəndaş kimi. Təkamül yol, sivil yolla. Deməliyik, qardaş, orada da haqsız işlər çox gedir. Orada Kəlbəcər ictimaiyyətinin nəzərə alınmayan işlər gedir. Cavan uşaqlardır, menecer kimi uşaqlardır. Bir dənə kostyum geyiniblər, gödək kostyum. Kostyumu da düz üstürəm. Əvvəl biraz uzun olurdu, adamın ayıbını örtürdü. İndi kostyum düz bellərindədir. Bir dənə qalastok taxıblar. Gəlib deyir ki, bizim kəndin qabağında piçənəklər var. Deyir ki, bir 5-6 kəndi bura salaq. Deyirəm, ora çeyirdir. Orada kolxozun bir kolxozun otu biçilirdi. Ora təsərrüfat yeridir. Ora quzey yeridir. Orada zığ bura çıxır yağış yağanda. Amma bu kəndlərdə görürsünüz, adam yeriyib, nə palçıq olmur.
Deyir ki, kətləri bura salaq, birləşdirək. Nə ehtiyac var? Kəndləri niyə birləşdirməlisiniz, qardaş? Kətləri bir, yəni belə şeylərlə biz Adi bir rastlaşacaq. qaz kəmərinin çəkilişi nə qədər Mən meşələrinə istəyirəm, biz Qaşqanlıq olanda Gözəl. Zurqabad deyilən bir tarixən o üzdən yaşayan xanların kəndinə getdik. Orada Ədil müəllim belədir. Güneydə evləri çitəmə, bir-birinə sökəmə, bax, birinin damında Allah'ın olsun, birinin damı o birisi evin həyətidir. Ha, bunun qırışası, onun həyətidir bax belə. Bu şəkildə yığıblar. Qabaq hissədə, quzeydə də gözəl hər birinə məhlələr ayrılır. Kanalıq sayıda. Da burada qapısında heç ağac əkməyə də yer yoxdur. Amma orada gözəl məhlələri, bağı, bostanı var. Ha, bu bilirsiniz, hər şeyin bir məqsəd yönlülüyü var da, bir ağılla təklif edeyim. Mən də deyim, mən olar cavan olanda gödək kostyum geyinəndə. Mən də sənin boynunu qucaqlayayım, deyim, sağ ol, öpdüm sənin gözündən. Amma belə ağla gəlməyən bizə şeylər, təkliflər edirlər. Bunun da bir xalq olaraq, qardaş, bir cəmaat olaraq biz onun qarşısında olmalıyıq. Və indi sözlər çox deyil, belə danışacaq rəsmi sən çəkirsən, mən qısa bir şey deyirəm. Yəni, ümumiyyətlə, bir ictimaiyyətin nümayəndəsi kimi, sakin kimi, bizim babalarımızın orada ən azı, mənim babam hələ Papravətdən gəlibdir, 300 il mənim orada qanım var. Çolansan da sen. Mən çolanıyam, hə. Mənim- Amma indi sizin mənim babalarınız qarımdır, biraz qarım. Ələnəzdən gələnlər biraz da qabaq gəlir, qardaş. O Gəncə tərəfdən gələnlər biraz da qabaq gəlir. Ona görə bizim, yaxşı, evimizin, məhləmizi götürürsünüz, dövlət ehtiyacından qurbandır, dövlətimizdir, olsun. Amma heç olmasa bir kəndin təsis olunmağında, kənd sakinlərini bir eşitmək Rol olmalı. Bəli. Bir ziyalısını, dərisini, ağıllısını, Ağsaqqalını bəli. yəni belə qardaş, ona görə deyirəm ki, boşalmayın. Hələ gələcəkdə işlər çoxdur. Çox. Allah hamımıza can sağlığı arzulayır. Ama Doya-doya 100 il yaşayasız Kəlbəcərdə. 100 il. Zöhrə Doya-doya yaşayasız. eyni zamanda Zöhrəf həkimin elə birbaşa bax, o rayonda kəndlərimizdə yerləşmə, kəndlərin salınması ilə bağlı məsələyə də toxundu. Çox gözəl. Bunu əlaqədar təşkilatlar nəzərə almalıdır. Şəhidlərin qanına qurban olun. O kəndə aldı ki, biz o kəndə qaydaq da. Biz təzədən gedək biz o kənddə, o kəndimizin odun ocağını yandıraq. O kəndləri almayıbdır ki, kimlərsə getsin orada yalandan bir proyekt ağılına gələni çıxsın. Ağıl da yoxdur. Elə sən deyən ki, elə deyəsən bir ağıllı şey çizibdir. Deyirəm sən ki, piçənəklərə 5 kəndi salır, piçənəklər 2 dənə kolxozun otu çıxırdı orada. Deyirəm, qardaş, olmaz axı belə. Sağ olun Zöhrəb bəy. Sağ olun qardaşlar. Normal, yaxşı təkliflər üçün, yaxşı fikirə görə. Sağ olun. Sözü verək Ali Məclisimizdir, çox hörmətli Yıllar bəyə. Sağ olun Yılmaz bəy. Kəlbəcərə Qayıdış İctimai Birliyi 6 il öncə yaranmışdır. Mən də neçə illərdir sizlə bir yerdə yol gəlirəm. 6 ildir bu birlik bir zamanlar mənəvi adı da vardı, Spartakçılar. Doğrudan da tək Kəlbəcərə yox, Azərbaycana səs salan bir birlikdir. Birlikdə bu bizim birlik ən gözəl birlikdir. Bu dostluq, mehribançılıq, eyni zamanda ədalət birliyidir. Biz haqqı, ədaləti həmişə irəli çəkərək onun uğrunda mübarizə aparmışıq. Eyni zamanda Yılmaz müəllim çox gözəl vurğuladı. Torpaqlarımızın qayıtmasında bizim də iştirakımız olur, mənəvi haqqımız olur, tələb eləmişik. Yerdə yığıncaqlar aparmışıq, ordumuza kömək eləmişik, şəhid ailələrinə yardımlar etmişik, kömək etmişik. Həmişə ordumuzun, şəhid ailələrinin, qazilərin yanında olmuşuq. Onların haqq sözünü biz də həmişə müdafiə eləmişik, dövlətdən xahiş eləmişik. Bir çox məsələlərdə hətta biz bəyanat şəklində müraciətlər də etmişik. Müharibənin başlanması üçün həmişə biz öz sözümüzü demişik və bildirmişik ki, biz də iştirak etmək istəyirik. Bizim birlikdə olan 120 nəfərin hər biri ərizə ilə müraciət etmişdir ki, biz müharibəyə getmək istəyirik. Bu birlik çox gözəl birlikdir. Allah birliyimizi daha da uzun ömürlü eləsin, daim eləsin. Siz kimi dostlarla, siz kimi qardaşlarla həmişə haqqın, ədalətin uğrunda mübarizə aparır. Sağ olun. Sağ olun. Değerli dostlar, bugün Kəlbəcərə Qayıdış İctimai Birliyinin inkişafında, tərəqqisində, büyüməsində xüsusi olarak iştirak etmiş bugün bizim çok değerli ziyalımız, jurnalist, şair, çok hürmetli
Namiq bəy Dəldağlı iştirak edir. Namiq bəy biz oradan da Kəlbəcərə Qayıdış İctimai Birliyinin bir özəyi kimi həmişə görmüşük. Həmişə aparıcı, həmişə Kəlbəcərə Qayıdış İctimai Birliyinin istiqamətlənməsində xüsusi xidmətləri olur. Məni şəxsən Kəlbəcərə Qayıdış İctimai Birliyinə Namiq bəy Dəldağlı gəlir. Mənə də zəng eləmişdi eyni zamanda. Bəli, yəni Namiq bəy Dəldağlı, Namiq bəy Dəldağlı'nın Zöhrə bəkim, elə siz də o sözü dediniz. Bir sözü var, deyir Kəlbəcər hardadır, mən oradayım. Bax, indi Sumqayıtdan mənim sözümün o qədər işləri var Namiq müəllimin. Mən zəng vurdum, bütün işlərini qoyub bugün bizim tədbirə gəlib. Sözü verək dəyərli ziyalımıza. Namiq bəy öz fikrini söyləsin. Çox sağ olun Yılmaz bəy. Əziz dostlar, hər birinizi salamlayıram. Nə xoş ki, bugün yenidən bir aradayıq. Bayaqdan Kəlbəcərə Qayıdış İctimai Birliyi haqqında, onun tarixi dəyərdim, yaranma tarixi haqqında danışdınız. Düzü 6 il böyük bir vaxt, zaman olmasa da, amma şəxsən mənim gözümün qarşısında bu İctimai Birliyin çox gözəl, çox normal fəaliyyəti olur. Bayaq bəzi məqamlara toxundunuz, sadaladınız. Bəli, torpaqlarımız hələ yağı tapdan dolanda bu birlik həmişə təhliflərini verdi, piketlər keçirdi. Vətəndaş mövqeyini belə deyim ki, sərgilədi. Və istəyi nə idi? Bu birlik ətrafında cəm olan ideya dostlarımızın arzusu, tələbi torpaqlarımızın yağ düşməndən azad olunması idi. Və mən deyərdim ki, bu birlik və digər birliklərin əksəriyyəti müharibə dövründə ona görə yarandı ki, təşkilatlanıb müharibə yolu ilə torpaqlarımızın yağdan azad olunmasına nail olmaq. Və bu günümüzə çox şükür artıq biz torpaqlarımızın yağdan azad olunması uğrunda mübarizə aparmırıq. Biz azad olunmuş torpaqlarımızın inkişafından, tərəqqisindən, burada məskunlaşmamızdan danışırıq. Biz son illər, son bir neçə ildir bir çox tarixi hadisələrə şahid olduq və tarixi günlər yaşadıq. Düzü, işğal olunmuş torpaqlarımızın azadlığını biz gözləyirdik, inanırdıq. Bir vətəndaş olaraq hər birimiz müəyyən mübarizə aparırdıq. Amma ermənisiz Qarabağı, ermənisiz Azərbaycanı təsəvvür edə bilmədik. Bugün nə xoş bizim halımıza ki, biz Kürdən o tərəfə gedəndə, keçəndə dərindən nəfəs alıb və onu xəyalımıza gətiririk ki, ilahi, Qarabağ torpağında, müqəddəs Qarabağ torpağında bir dığa belə, bir erməni belə qalmır. Bilirsiniz, bayaq da dostlar dedi, toxundu. Bu talihin, Tanrının bizə bir ətasıdır, bizə bir payıdır, bizə bir qismətidir. Və bugün Azərbaycanımızda, Qarabağımızda erməninin olmaması bir millət olaraq, bir xalq olaraq bizim ən böyük xoşbəxtliyimizdir. Tarixi məqamlara toxunmayacağım. Hər birimiz bilirik. 100 illərdir başımız nələr çəkdi, nələr gördük. Amma bugün sərhədlərimiz daxilində biz vasitəyə çevrilmiş bir ermənini görməməyimiz xoşbəxtliyimizdir. Allah xoşbəxtliyimizdir. Əziz dostlar, mən də sizi təbrik edirəm.
Hər birinizi təbrik edirəm. Gerçəkdən bu birlikdə cəm olan dostlarımız ideya sahibləridir, əqidə sahibləridir. Bu adamlar Azərbaycanımızın inkişafını istəyən adamlardır. Bu adamlar insan hüquqlarını, demokratiyanı istəyən adamlardır. İnsan hüquqlarının tanınmasını istəyən adamlardır. Bu adamlar Azərbaycanı azad görmək istəyən adamlardır. Ona görə də mən hər birinizə var olun, sağ olun deyirəm ki, bizim hərəkatda ömür boyu bu hərəkat var, istər müharibə dövrü olsun, istər sabitlik dövrü olsun. Əgər orada biz inkişaf istəyiriksə, orada hərəkat da olmalıdır, mübarizə də olmalıdır, təhlif də olmalıdır və biz bunu həmişə eləməliyik. Mən bu birliyin üzvü olmuşam, bugün də özümü kənarda hiss eləmirəm və həmişə deyirəm, bayaq da burada da deyildi, harada Kəlbəcər adı varsa, sözdə yox, mən əməldə bir şey yox. Əziz dostlar, nə qədər mübarizəmizi aparırdıq torpaqlarımızın azadlığı uğrunda və indi mübarizəmizi aparacağıq. Gücümüzü, enerjimizi, potensialımızı ona yönəldəcəyik ki, Kəlbəcərimiz inkişaf eləsin və biz tezliklə Dədə Baba yurdumuza, doğma ocaqlara qayıdaq. Burada Zöhrab həkim bugün hər bir Kəlbəcərli üçün çox vacib olan, eyni zamanda gərəkli və ağrılı olan bir məqama toxundu. Kəndlərin birləşdirilməsi. Bəzi hallarda, məqamlarda onlarla razılaşmaq olur, olar. Amma necə? Burada yerli mütəxəssislərin, yerli sakinlərin, o yerin hər küncünə, bucağına, dağına, daşına bələd olan insanlarımızın iştirakı ilə bu bölgü, bu birləşmə, bu kəndlərin bir yerdə tikilməsi mütləq məsləhət olunub həyata keçirilməlidir. Bax, çox gözəl toxundu ki, çiyilli, sulu bir yerdə təhlif olunur ki, hansı ki o mütəxəssisin o dağların xarakterinə, o yerin xarakterinə bələd olmadan hər hansı bir qərar verir, qərar çıxarır və layihə çizilir. O layihə üzrə də bu işlər aparılır, tamamlanır. Müəyyən qurumlarda şəxsən mən özüm də oldum, kəndlərimizin adından, sakinləri adından müraciət elədik. Dedik yerlərdə baxılsın, nə yaxşıdırsa, bugün tariximizin üstündən xət çəkmək yox. Bugünümüzü sabahımıza calamaq, belə deyim, məqsədi ilə bizim tarixi, dini abidələrimizi, ziyarətgahlarımızı dağıtmadan o birləşmələr və yaxud da ki, hər hansı bir məskunlaşma olsun. Amma yenə deyirəm, sabah yeni nəsil atdığımız bugünkü o səhv addıma görə bizi qınamasın. Mən elə bilirəm ki, vətəndaş olaraq öz yerinə, yurduna, torpağına bağlı olan vətəndaş olaraq bizim bu səsimiz mütləq müəyyən dairələrdə eşidiləcək, normal, hamı tərəfindən qəbul edilən layihələr ortaya qoyulacaq. Azad olunan torpaqlar hamısı bizim üçün əzizdir, müqəddəsdir, ancaq hər torpağın, hər yerin özünə məxsus xarakteri var, relyefi, coğrafi quruluşu var. Mən bir yerdə dedim ki, Ağdamla, Cəbrayılla, Füzuli ilə Kəlbəcəri, Laçını eyniləşdirmək olmaz. Orada hər daş, hər qaya bir abidədir. Bilirsiniz, biz tərəflərindən elə böyük o ərazilər deyim ki, yerləşmək üçün
ondan sonra sabah o torpaq bölgüsü kimi, həyətyanı sahə kimi veriləcək, o imkan yoxdur ki, kimsə məskunlaşıbdır, onun birləşib o kəndlər, ona hər hansı bir torpaq sahəsi verilir, həyətyanı sahə verilir. Bu mümkün olmayacaq. Çünki bizim kəndlər, bizim evlər hərəsi, hər o abidə dediyimiz daşın biri dibində yerləşirdi, tikilmişdi. Və onun xarakterinə uyğun da orada mütləq planlaşma aparılmalıdır, müzakirələr olunmalıdır, layihə qəbul olunmalıdır. Neysə, bu geniş bir söhbətdir. Var olun dostlar, bugünkü məqsəd Kəlbəcərə Qayıdış İctimai Birliyinin yaranmasının 6 illiyinə cəm olmağımızdır. Bu artıq bir tarixdir, tarixə çevrilikdir. Mən hər birinizi cəmiyyətin, İctimai Birliyin qurucusu Ramiz bəyi, sədr Yelmar bəyi və digər burada iştirak eləməyən dostların hamısını təbrik edirəm, əzizlərim. Bu ictimai, siyasi yolda sizə uğurlar diləyirəm. Möhkəm olun, yolumuz Kəlbəcərədir. Sağ olun. İnşallah. Sağ olun, var olun. Teşekkür edirik. Şahit. Neyse. Sözü veririk. Kəlbəcərə Qayıdış İctimai Birliyinin Ali Məclisi üzvü, çox hörmətli Tələb bəy. Merhaba. Belki güzel sağ Hamınıza salamlayıram. İkinci, mən bu birlikdə elə demək olar ki, aborigen adamım. Yəni, yaranandan bir neçə ay sonra mən bu birliyə dəvət edib Ramiz bəy. Çox ona minnətdaram. Siz kimi dostları bir araya gətirir. Kəlbəcərdə ola bilsin kimsə tanıyırdıq, kimsə tanımırdıq, amma burada gəldik təzədən. Fahmi müəllimim olub. Neçə ildən sonra gəldik və birlikdə təzədən tanış olduq. Yəni, elə ki, atamın müdürü olub burada. Hətta qohum olanlar da var. Yılmar qohumuq təsadüfən burada görüşmüşük. Yəni, bu birliyin çox özəl işləri var ki, müsbət işləri var ki, bu cəmiyyətimizə də, Kəlbəcərimizə də, ümumiyyətlə hər birimizə faydalıdır. Qaldı ki, İctimai Birliyin o gördüyü işlər, yəni bu danılmazdır. Həqiqətən də biz çox fədakarlıq göstərdik torpaqların alınmasında da, müharibə zamanında əlimizdən gələnləri əsirgəmədik. Və şükür ki, bugünə torpaqlar azaddır. Bu ki, qaldı bugündən sonraki işlər, burada da yenə deyirəm, zəifliyimizi göstərmək olmaz. Burada da Əsas qayıdışdır. əsas inkişaf indən sonradır. Bəli. Yəni, bizim oraya qayıtmağımızdır. Bizim torpaq hər yerdə torpaqdır, Azərbaycanın hər yeri bizim üçün vətəndir. Amma yəni bizim itirdiyimiz bəlkə də ən varlı, ən nə bilim o dəyərli şey o Kəlbəcərin insanlarıdır. Oradan gəldik, hərə bir tərəfə düşdük. İndi bizim uşaqlarımız böyüyür, hərə bir mühitdə böyüyür, hərə biri Bakıda yaşayır, biri Oğuzda yaşayır. O cəmaatın, o mühitlə böyüyürlər uşaqlar. Nə qədər yerdə təvəb rahat taparsan da uşaq çıxanlar başqa yaşadığı mühitlə. İndi bizim qayıdış əsas götürək onu. Burada çox fədakarlıq indən sonra daha lazımdır ki, buradakı o bütün o bayaq qeyd olunan yoldaşlar tərəfindən evlərin harda tikilməsi, kəndlərin necə salınması, bunlar hamısı bəyanat şəklində verilməliyik. Biz müharibədə əvvəl o inaugurasiyada necə ki video müraciət elədik hər birimiz. Belə bir müraciət hazırlanmalıdır ki, səsimiz o yuxarılara çatsın ki, biz həqiqətən də narazıyıq. Demək ki, bu kəndlərin birləşməsi dövlət üçün bu əhəmiyyətlidir. Necə? Bir kənddə, 3 kənddə deməyəcək məktəbi, bir kənddə tikəcək məktəbi. Zamanında yəni, onun kimi poliklinikalar, mağazalar görəlir. Bu dövlətə xeyirdir bir tərəfdən. Qazın bir tərəfə çəkilməsi deyil, yolun bir tərəfə çəkilməsi deyil. Qoturlu zonasına məsəl üçün, deyək ki, 26 kənd varsa, məsələn, təxmin deyirəm, ola bilsin, 35. Təsəvvür edin, neçə yerə yollar ayrılmalıdır. Bunu
dövlət istəyir ki, elə birbaşa məsələn deyək ki, başlı belə çəksin və rahat yolla hamı getsin, istifadə eləsin. Ona görə də Kəlbəcərdə qardaş müəllimlərin təsis olmasına xüsusilə təşəkkür edirəm. Biz üçün dostları bir araya yığıb bu burada deməli bu 6 illik yol, yəni heç çox partiyalar 6 il dözmür. Bir dənə müsavat da Xəcədədə oldu, 30 ildir eyni sözü deyirlər. Amma biz fərqli ideyalarla, fərqli tərzlərlə həmişə ümumiyyətlə hər birə təşəkkür edirəm. Sağ olun ki, siz varsınız. Mən də çox fərqli edirəm ki, mən də sizinlə bu Mən Yılmaz çox özür istəyirəm. Bu məskunlaşma ilə bağlı sağ olsun dövlətimiz kəndlər salınacaq, bərpa olunacaq. Mən deyərdim ki, Kəlbəcər rayonu həm coğrafiyasına, relyefinə görə dövlət tərəfindən tam kəndlərin salınmasında dövlət mən deyərdim ki, 100% bunu bacarmayacaq. Niyə? Mənim bir fərd olaraq öz fikrimdir ki, yəni dədə-babalarımız 100 illərlə o kəndləri salıblar. Elə 100 illər deyim, yəni o kəndlər biri o vaxt heç maşın yolu da olmuyor. Avtomobil. Maşın yolu Kəlbəcərə 38-ci ildə çəkildi. Bəli. Deməli o ancaq o vaxta qədər kəndlər mövcud idi. Bəli, mövcud idi. Mən dövlətdən nəyi tələb və xahiş edərdim? Yəni bu bir fürsətdən gedəcək. Kəlbəcərə kompensasiya, Kəlbəcər əhalisinə kompensasiya ödənilməlidir. Nə mənada? Ona görə ki, deməli evlər bir-birindən görmüşük də çox aralı. Yəni kəndləri bir-birinə yığmalı. Kəlbəcərdə 3-5 kənd normal düz yerdədir. Qalan hamısı dağlarda, dərələrdə. Praktik olaraq yığmaq mümkün. Coğrafiya yoxdur. Həqiqətən də coğrafi şərait buna imkan vermir. Və dövlət bunun kommunikasiyasını eləsin, deməli kommunikasiya işlərini dövlət özü görsün. Sudur, kanalizasiyadır, enerjidir, qazdır, bunları dövlət eləsin. Ancaq kompensasiya verib tələb eləsin. Yerli nümayəndələr vasitəsilə, icra nümayəndələr vasitəsilə tələb eləsin ki, əgər mən filan ki, dövlətin ayırdığı pulun bəlkə də 30% aşağı kompensasiya versə, vətəndaş ondan razı qalar. Dövlət bəlkə özü də üstün düzəldə daha yaxşıdır. Dövlətin nəzərdə tutduğundan yaxşıdır. Mən Kəlbəcər rayonunun bərpa olunmasında, məskunlaşmasında, kəndlərin salınmasında mən deyərdim ki, dövlət tam başa gətirməyəcək onu. Onun fərdi kompensasiya şəklində həll etmək mümkündür. Və kompensasiya verib tələb etmək. Bu məsələni də çox sürətləndirər. Proses sürətləndirər. Elə onu da deyəcəkdim ki, əgər indi hamımız şükür Allaha, Allah ömür versin hər birimizə, bəlkə də mən deyərdim ki, bir qərinə çatmaz tamam bərpiyə, tamam məskunlaşmaya. Bizim ömrümüz. Əsas da biz nəsil, düz istəyirəm, bizdən sonrakilər də orada doğulmuyor. Yox. İndi orada kimsə doğulacaq ha, əsl o Kəlbəcərlər, bizim övladlarımız burada doğulur. Biz onları oraya adaptasiya etdirənə qədər xeyli vaxt keçəcək. Bəli. Xeyli vaxt keçəcək. Valideynlər bizdə də yapmaq tutuşur. Biz də Fərqli şəkildə bunun tikilməyini mən xahiş edirəm ki, insanlar da var ki, imkanlı insanlar da var ki, özləri deyir ki, dövlətdən 1 manat tələb etmədən mən gedib dədə-baba ocağımı tikirəm. Bunun nəyi pis tikir? Elə adamlar çoxdur. Çoxdur. Geri eləyə bilər. Var olsun dövlət. Dövlətdən mutlu olanda hamı deyir ki, bu dövlət tikəcək daha. Amma dövlət də deyir 40 ilə tikəcəm. Orada mənim qardaş övsələm çatmır. Amma elə adamlar var, imkanı var, hep o tikir. Mənim övsələm çatmır. Mən icazə verim, mən gedim özüm tikim. Bəli. Bu da olmalıdır, bu variantda da. Bu təkliflər irəli sürülməlidir. Hadi Bey, buyurun.
Siz dediniz sözünüzü. Bəli, sözümü yekunlaşdırıram. Yəni mən yenə deyirəm, fərdi tikintilərə icazə verilməlidir. Və mən deyərdim ki, Kəlbəcər əhalisinin bəlkə də 30% öz şəxsi hesabını onu tikəcəkdir. 30%. Doğru. Çox sağ olun, teşekkür ederim. Değerli dostlar, bugün deməli Kəlbəcərin Qayıdış İctimai Birliği'nin ideya vericisi, canlı təsisçisi burada iştirak ediyor. O bizim değerli kardeşimiz, dostumuz, çok mübariz insan. Azərbaycanın azadlığı, gələcəyi uğrunda qətiyyətlə mübarizə aparan kişi Ramiz bəy Abışov. Ramiz bəyi mən xüsusi olaraq təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Bu doğrudan da bu ideya çok değerli bir ideyadır ki bizi bugün burada birleştirip Təlat bəy dedi ki biz qohumlarımızı mən tanıdım, müəllimini tanıdım. Çox hörmətli Zöhrab həkim, Elvar bəy, Namiq bəy Dərdalı, Famil bəy, Ədil müəllim çox gözəl əhatəli formulovka verdilər bu fikirlərə, bu cəmiyyətin faydasına, bu cəmiyyətin fəaliyyətinə. Eyni zamanda da bizim görəcəyimiz işləri artıq xəritəni bizə göstərdilər ki, biz nə etməliyik? Doğrudan da mən bir daha hiss etdim ki, Kəlbəcər Qayıdış İctimai Birliği'nin çiynində çox ağır bir yük. Bundan sonra olan yol Biz görəcəyimiz işlər hələ çoxdur. Mənim də deyəcəyim fikirlər var, ancaq siz əhatəli çox gözəl dediniz. Sözü verək çox dəyərli Ramiz bəyə, çox dəyərli dostumuz, yalımız. Ramiz bəyə. Birliyin yaratıcısı. Bəli. İdeya müəllifi Ramiz bəyə. Ramiz bəy də öz təbrikini, öz sözlərini desin. Değerli dostlar, bugün elə bir əziz gündür ki, bizim birliğimizin yaranma günüdür. Bu birlik sizin dedikleriniz kimi elə belə yarandı, zərurətdən yarandı. Və zərurətdən yarandığına da görə biz Kəlbəcərlər də alnı açıb, üz açıb bu birliyə qoşulduq. Dövlətimizin, Azərbaycanımızın bu problemi ilə bağlı bizlər də çıxıb meydanlarda, lazım olan yerlərdə sözümüzü dedik. Həm də xalqımızın ürəyi açıldı, həm dövlətimizə böyük dəstək oldu. Yəni mən əvvəllər polisdə işləyən vaxtı elə içimdə bir miskil gedirdi ki, mən nəyə görə məcburi köçkün olum. Yəni özüm də döyüşlərdə olmuşdum, çox ağrıma gəlirdi ki, mən döyüşün, vuruşun torpağımda işğal olsun. Mən çox ağırdı. Ondan da ən böyük ağır oydu ki, görürdük Kəlbəcərin indi adları çəkmirən ziyalılar var idi. Onlara deyirdin ki, gəlin birləşək, gəlin torpağımızı tələb edək. Görürdüm, mənə deyirdilər ki, nə, ölü də dirirlərmi? Torpaq getdi. Hətta deyirdilər ki, Allah haqqı, satan satıb gedibdi, elə bir ki, Zehrab doktor, məni elə bir söz təhqir edirdilər. Biraz da polisdə işləyirdim deyin, elə bir ki, çox bunların üstündə gedə bilmirdim. Amma da polisdən çıxandan sonra çox böyük sərbəstlik yarandı məndə. Sərbəstlik yaranandan sonra gördük ki, yəni bu məcburi köçkünlərə lağ eləyirlər, nə bilim, güya biz mətbəx davası edirik, güya getmək istəmirik, bizi heç torpaq maraqlandırmır və buna görə də o vətəni sevən insanlar bir araya gəldi. Bir araya gələndə Kəlbəcərin keçmiş könüllü batalyon döyüşən oğlanlar vardı. Onlarla balaca bir WhatsApp qrupu yaratdı, sonra bu böyüdü. Böyüdü, ora sıralarımıza ziyalılarımız, həkimlərimiz, ağsaqqallarımız gəldilər və çox gözəlliklə istiqamət verildi və bizlər də monolit bir qüvvə kimi, yəni biz haqlı olaraq demokratik qaydada, qanuni nöqteyi nəzərdən tələblərimizi elədik. Dövlətin də bu bizim tələblərimiz xoşuna gəldi. Hər kəsin də ürəyindən, qəlbindən oldu. Yəni Zöhrab bəy dediyi kimi, həqiqətən biz hansı binaların qabağı, dövlət binalarının qabağına gedəndə,
səfirliklərin qabağına gedəndə orada heç polis ya və yaxud da kimlərsə bizə elə tədqiqat göstərmir. Burada nəyə durmusunuz, nəyə gəlmişsiniz. Hətta bəzən polislər bizə deyirdi ki, gələndə əlinizdə bir bəyanat da gətirin, müraciət da gətirin ki, rəsmi qayda verin getsin. Onlar da maraqlı idi ki, bu torpaqlar nəyə görə 30 ildən çox işğalda olmalıdır. Yəni burada bütün bir Azərbaycan xalqının marağı var idi, Azərbaycan xalqının tələbi var idi. İndi bəzən görürsən ki, insanlarımız deyir, onlar da düz deyir. Deyir ki, tarixi şərait yarandı. Qardaşım, bu tarixi şəraiti yetişdirmək lazımdır. Sən çıxıb meydanlarda Hazır olmaq lazım. bəli, tələb eləməsən, etiraz eləməsən, bu yavaş-yavaş yaranır da. Yarananda dünya da baxır, görür, hər kəs də görür ki, Azərbaycan xalqı torpağını tələb edir. Sən tələb eləməyəndə deyir, o istəmirsə, mənim nəyim lazımdır? Yəni, çox gözəl bir iş görüldü, 44 günlük müharibə oldu. Hər birimiz o müharibə dövründə, daha artıq mən demirəm, Yılmar bəy biz nələr gördük, nə işlər gördük, onların hamısını dedi. Bu bizim birlik, elə birlikdir ki, hamı Kəlbəcərlidir. Yəni, bir Kəlbəcərdən olanlar hamımız bir-birə qohum, dost. Ona görə də ən çox da mənə elə gəlir, bizə olan mehribançılıq bundan irəli gəlir. Bundan sonra da elə biz işimizi bitirməyək ki, elə da gəldik, torpaqların işğaldan azad olunmasını başa çatdı və dağılışaq gedək. Amma bizim həqiqi bundan sonra çox ağır işlərimiz var. Yəni, cəmaatımız hələ məskunlaşmayıb, kəndlərlə olan problemlər var ki, kəndlərin birləşməsi. Çox böyük problem. Sonra mən getdim Kəlbəcərdə çox gözəl tikinti işləri gedir, avazlıq işləri gedir. Amma mənim çox böyük bir narazılığım da var. Kəlbəcərdə qaz kəməri çəkməklə bizim o dağlarımızı, landşaftımızı, flora, fauna, meşələrimizi tamamilə sokar darmadağın edirdi. Yəni bunun qarşısını almaq lazımdır. Allah da gecdir, onu vaxtında da dedi, amma buna bir reaksiya da verilmədi. Yəni, amma o bir nələr işlər gedir, gözəl işlərdir. Bir də o suyu turbaya çalıb var, o çayda. Hə. O adama çox çatmır məsələn. Hə. Çox yerdə yoğun turbaya alıb var. Demək olar ki, su yoxdur. Doktor, belə bir şey var da, təbiətdə birdən görsən böyük bir hadisə baş verir. Bir də görsən təbiət öz yerinə qayıdır. Allah'ın dostu, o bizim o dəli tərtərimizdir. O yenə də çağlayır. İndi bu görsən bizim insanlarımız yayla gedirlər, otlar, mal yeyir. İndi o mal otu yeyəndə o sular oradan düşür aşağı axır. Ondan sonra sel olur və ondan sonra tərtər coşuyor. Yəni tərtər də öz yerinə qayıdır. Həm bizim o dağlarımızı dağıdırlar, elə sistem edirlər. Mənə elə gəlir, təbiət hadisəsi onu da yerinə qaytarır, bərpa edir. Amma əsas odur ki, biz Kəlbəcərlilərimizlə, bax indi bizə yeni deputat, cavan, enerjili bir deputat seçilibdir. Biz də onu təbrik edərik. Sonra bizə bir prezidentin səlahiyyətin nümayəndəsi Bəşir müəllim təyin olunubdur. Yəni bizlər bunlarla mütəmadi sıx əlaqələr yaradar. Nə şikayətimiz, tələbimiz varsa onlara çatdıraq ki, onlar da yerlərdə bizim bax bu fikirlərimizi, təkliflərimizi səsləndirsinlər. Bunun biz burada elə sözlə yox, rəsmi şəkildə bunlarında bir mütəşəkkil insanlar var. Bəli, tələb edən insanlar. Hazırlamaq olar, rəsmi Hə, bax belə bizim müraciətlərimizi bunu rəsmiləşdirmək lazımdır. Bir də görürdün ki, nə yadıma düşdü. Biz meydanlara gedəndə qardaşım deyirdi ki, Zöhrəm. Bax ha, gördünüz ki, orada meydanlara getmək var. Bax, məni zəng elə çağır, Simurq quşun tükün yandır, mən oradayım. Hə, yəni, bilirsən, hər kəs, bilirsən, sevə-sevə, ürəklə, qəlblə gəlirdi ki, bilirsən, nəyə görə biz gedirik haqlı tələbimizi eləməkdə. Biz orada hakimiyyət davası eləmirdik.
kimsə dəyişiklik eləmirdi. Hökumət özü deyir, bu hökumətə də nəzarət edirdi. Biz nə deyirdik ki, Cənab Ali Başkomandan döyüş əmri ver, döyüşə gedir. Qarabağımızı işğaldan aldı. İndi də bizimki ictimai birlik siyasi partiya deyil. İndi siyasi partiyalar bizdən qabaq, onlara da mən öz təşəkkürümü bildirirəm. Hər dəfə özləri Qarabağla bağlı qabardırdılar mitinqlərdə. Onların da o xidmətləri var. Amma 2018-dən üzübəri Laçınla Kəlbəcər də onların xidməti həqiqətən səfirliyin qarşısında. Plakatlarla Molla Bayramlı kəndi. Bəli, Molla Bayramlı kəndi Xarici İşlər Nazirliyinin Şəhidlər Xiyabanının qabağında bizim Molla Bayramlıdan bir yaşlı kişi vardı, Allah rəhmət eylesin. Əyüp kişi. Əyüp dayı. 70 yaşlı kişi. Gözəl insan, Allah rəhmət, qəni Allah rəhmət eylesin. Təşəkkür təşkil edir. Çox. Plakatla. Plakatla, çox gözəlliklə. Yəni, həm də eyni zamanda bizim birlik yarandı. Respublikada yarışma getdi. Mən də birlik yaradım. Mən də birlik qrupa yaradım. Bildiyiniz, belə təşkilatlanma oldu. Təşkilatlanan da xalq neyini meydanlardan çıxır, sonra böyük bir qələbənin yiyəsi sahibi olur. Bax budur. Ona görə də Azərbaycan xalqını həmişə təşkilatlanmış formada, maarifləndirilmiş formada biz görməliyik və biz haqq eləyirik, öz torpaqlarımızı azad eləmişik və bizim ən böyük amacımız, ən böyük hədəflərimizdən biri də bütöv Azərbaycanı qurmaqdır. Deməli, tarixdə biz nə işlər görmüşük? Deməli, biz müstəqilliyimizi qazandıq. Ərazi bütövlüyümüzü qazandıq. Düzdürmü? Sonra biz indi bunların hamısının ən çətini demokratiyadır. Azərbaycanda azad bir Azərbaycanı, vətəndaş bir cəmiyyətin qurulmasıdır. Bunu da qursa, deməli biz həqiqətən çox böyük bir işlər görmüş olar. O da inşallah olar, yəni millətimiz, dövlətimiz ona doğru gedir. Bəli. Hə. Çox sağ olun. Təbrik edirəm sizi. Mənə də söz verdiyinizə görə. İdeya müəllifi sənsən, bu işə. Yox, ideya deyəndə bizim. Bugün mən istəyirdim ki, Spartak Kamildə gəlsin. Zəng elədim. Hə, yazıqla, telefonla danışdı. Dedi ki, Ram çalışıb gələcək. O da gəlsəydi, laf fəal olur. Əbülfəz burada olardı. Sonra Vahid Elşən Əlsoy, Vahid Qaravahid bizim Almaniyada. Olsaydılar onların bu birliğin yaradılmasında böyük xidmətlər olur. Allah canlarını sağ eləsin. Var olsunlar. Rafiq müəllim, Firqət müəllim, deyəsən hamısı burada. Firqət müəllimin özü, Rafiqin özü bizim axırıncı dəfə birliyi təsis eləyəndə o barədə bizim şəklimiz də var. Nizami Aslanov, Allah rəhmət eləsin. Hə, yəni bunların biz xatırlamalıyıq. Bunlarla birlikdə biz bu ictimai birliyi rəsmi olmasa da şifahi olaraq yaratmışıq. Amma rəsmilərdən çox güclü fəaliyyət göstərdik. Bizə də bu işlərdə ən böyük dəstək olan Laçına qayıdı ictimai birliyidir. Yəni onları heç vaxt biz özümüzdən ayıra bilmərik. Onlar bizə arxa dayan olubdur. Biz də onlarla orada Görüşlər keçirirdik. orada Raqif Kərimli var, İlqar Mahmud var. Sonra Tahir Mirzə var. Tahir də çox Sonra bir rəhmətli aktiv. var idi, sonra rəhmətə getdi. Gözəl bir insan idi, bizdən də binaların qabağında səsidir. Allah rəhmət eləsin. Yəni, sonra İzzət vardı, bizim jurnalistimiz idi. Yəni çox işlər görülübdü. Allah sizləri də var eləsin. Bu günlərdə mən fəxr edirəm ki, bizim ictimai birliyin sədri, ağsaqqalımız, Kəlbəcərin milli sərvəti olan Yelmar bəydir. Bəli. Yelmar bəy Kəlbəcərə qayıdı ictimai birliyini elə bir ki, nətər deyim, bir dalınca aparan da, yəni ki, ona görə də biz bu kişi ilə həmişə qürur duymalıyıq və onun gözəl, ağıllı fikirləri ilə də işimizi qurmalıyıq ki, biz düz yol gedək. Yolumuz düz olsun. Bir şey deyim istəyirəm. Sağ olun Ramiz bəy, təşəkkür edirik. Sonra havayla indi bu su durulubdur. Amma o vaxt çox çətindir. Çox. O vaxt düz istəyirəm. O vaxt Kamil o nə qədər əziyyət çəkir. Mənəvi.
Yazıq dallada deyirdi, hə bunu danışmayın, hə bunu yazmayın, bunu Hə. baba. İndi nə var? İndi maşallah özdə səliqəli adamdır. İndi aparmaq da işi asandır. İndi də çətinlər var. Amma o vaxt çox çətin idi. Bir dənə siyasi partiya çıxır ora, ne bilmirdik. Çıxıb Qarabağ tələb edir. Hə. Biz getməliyik da qardaş, bu Qarabağ tələb edir. Ha. Bizə deyirlər ki, niyə olmuş siz getmişsiniz ora? Ha. Ha qardaş, biz Ya getməliyik. ictimai birliksiz bura Çox bak. çətin o şeydə var ya, aşım malanda. Deyil oxu, deyil oxu. Biz o vaxt o vəziyyətdə Hər şey elə. çox çətin. İndi nə var? İndi hər şey sular durulub qardaş. Çok değerli dostlar, çok sağ olun, çok var olun. Gelen dostlarımız, hoş geldin. Ayaklarınız var olsun. Sağ olun. Bir daha Kəlbəcərə qayıdış ictimai birliği olarak ben sizin her birinizi tebrik ederim. Size uzun ömür, can sağlığı arzulayıram ve bir daha onu demek istəyirəm ki, Kəlbəcərə qayıdış ictimai birliği adından, adı bir brenddir, adı bir göstəridir ki, Kəlbəcərə qayıdış. Biz Kəlbəcərə, son Kəlbəcərli qayıdana qədər mübarizəmizi davam etdirəcəyik. Və dövlətin böyük qayıdış proqramına nəzarət funksiyasını hansısa bir dövlət tərəfindən, o məmur tərəfindən qurulmuş cəmiyyət kimi deyil, tam müstəqil, azad bir cəmiyyət kimi nəzarət Tökəmizi edəcəyik. də verməliyik. Bəli, öz tövbəmizi də verəcəyik, biz tövbələrimizi dəfələrlə vermişik və yeni verəcəyik. Bir daha sizi Sağ olun. salamlayıram, xoş gəlmişsiniz Sağ və olun, sağ olun. hər birinizi təbrik edirəm. Sağ olun, çox sağ Ramiz olun. bəy, çox sağ olun. Çox hörmətli Kəlbəcərə Qayıdış İctimai Birliyinin üzvləri, əziz həmvətənlər, bugün biz bura toplaşmışıq. Ona görə toplaşmışıq ki, Kəlbəcərə Qayıdış İctimai Birliyinin il dönümüdür. Bugün 25 sentyabr 2018-ci ildə Kəlbəcərə Qayıdış İctimai Birliyi təsis edilmiş və yaradılmışdır.